Esselamu aleykum. Əziz müsəlmanlar, Ramazan ayı Quran ayıdır. Eyni zamanda sünnələri ömrümüzə qaytarmaq, unutduğumuz sünnələrə əməl etmək ayıdır. Ramazan ayında bir çox sünnələr var ki, Allah elçisi sallallahu aleyhi və səlləm onları etmişdir. Təravih namazları, etikaf, Quran oxumaq, zikirləri çoxaltmaq, həmçinin daim etdiyimiz səhər-axşam zikirləri bu ayda da edilir. Həmçinin sədəqələr, həmçinin bir çox yaxşı əməllər ki, bunları etmək hər biri Ramazanın ədəblərindəndir, Ramazanın sünnələrindəndir. Ramazan ayı bizə il ərzində unutduğumuz bir çox xeyirləri xatırladan bir aydır. Ramazan ayı imanımızı təzələmək üçün böyük bir fürsətdir. Və Allahdan istəyirəm ki, hər birimizə bu aydan lazımınca və layiqincə istifadə etməyi müyəssər etsin, asanlaşdırsın və müvəffəq etsin.